Demək bu misalda 3 üstü x-i mötərizə xaricdən çıxarsaq, 16 vurulsun. Yerdə 3 üstü mənfi 1 qaldığı üçün bunu 3-1 şəklində yaza bilərik. Üstə gəlinsin, 16 yazıram. Məxrəcdə isə yenə 3 üstü x-i mötərizə xaricdən çıxarsaq, alınır 4 vurulsun. Bu dəfə 3 üzərində 1 qalır, yəni 3. Çıxılsın, 2 vurulsun. Burada da 3 üzəri mənfi 1 qalır, yəni 3-1. Bərabərdir. Bərabərin digər tərəfi 17. Surətdə də 2 qüvvətində x çıxılsın 1 bölünsün 3 yaza bilərəm. 3 üstü x-lar, ixtisar gedər. Və bu kəsirləri hesablamağa çalışsaq nə alarıq? Demək, surətdə alıram ki, 3-də 16 üstə gəlinsin 16, məxrəcdə də 12 çıxılsın 3-də 2. Bərabərdir. 17-də 2 qüvvətində x çıxılsın 1 bölünsün 3. Bu kəsiri hesablasam 3-ü 16-ya vursam 48, üzərinə də 16 yazsam 64 edir. 64 bölünsün 3 surətdə alınır. Məxrəcdə isə o 3-də 34 alınmış olur. Bu 3-lər ixtisar gedər və 34 ilə də 64 ixtisar getsə alınır 17-də 32 bərabərdir. 17-də 2 qüvvətində x çıxılsın 1 bölünsün 3. Və bundan sonrası artıq görürük ki, kifayət qədər asan olmuş olur. Məxrəclər yerinə olduğu üçün 17-lər kənara atıram və 32-ni 2 üzərində 5 bərabərdir. 2 üzərində qüvvətində 3-də x çıxılsın 1 yazıram. Və buradan da eyni ədədin qüvvətləri olduğu üçün qüvvətləri bərabərləşdirsəm 5 bərabərdir. X çıxılsın 1 bölünsün 3 yazıram. X də bərabər olmuş olur 16-ya. Düzgün cavab 16 olmuş olur.